İnsanlar adətən qiymət artarkən bazara daxil olur. Çünki şansı qaçırmaq istəmirlər. Amma azacıq eniş görəndə panikaya düşüb dərhal satış edirlər. Sosial şəbəkələrdə və xəbər mənbələrində yayılan negativ proqnozlar, kripto çökür tipli başlıqlar onların qorxuya düşməsinə və qeyri-məntiqli addımlar atmasına səbəb olur. Yeni investorlar adətən ani qazanc gözləntiləri ilə bazara daxil olur. Lakin peşəkar investorlar uzunmüddətli strategiya quraraq səbirli şəkildə gözləməyi üstün tuturlar. Bəzi investorlar bazarın təbii dalgalanmasını başa düşmədikləri üçün qısa müddətli qiymət dəyişikliklərini həddindən artıq reaksiya verir və panik satışlar edirlər. Bu isə onların aktivlərini ucuz qiymətə satmasına və daha sonra qiymətlər yüksələndə peşman olmalarına səbəb olur. Əgər bazarın dəyişkənliyinə dözümlü olmaq və panikaya düşməmək istəyirsənsə, öncə onun normal olduğunu qəbul etməlisən.